Salam yoldaşlar, salamlayıram hər kəsi. Bugün termokimyəvi təhlükələr üzrə hesablamalar bu bölmənin izahını verəcəm. Hansı ki, demək olar əksər hissəsi məsələdir deyə dərsdə vaxtımız çatmaya bilər. Ona görə bəzi testləri seçib buradan izah edəcəm. Başlayaq. Deməli, ən sadə izahlarla başlayaq. Məsələn, birinci sual. Verib ki, dəmirin xlorla reaksiyası. Reaksiya tənliyimizi yazırıq. Dəmir üzərinə gəlsin xlor 2. Bilirik ki, dəmir xlorla birbaşa verir 3 valentli birləşməsi. Dəmir xlor 3. Bura 1, 2, bura 1, 3, burada 1, 2 yazırıq. İndi verib ki, 3,5 qram dəmirin xlorla reaksiyasından 25 kilojol istilik miqdarı özü verib. Verib ki, 3,5 qramla 25 kilojol yazırıq istilik miqdarı ayrılırsa, bizdən soruşur ki, reaksiyanın istilik effektini hesablayın. Yəni, reaksiyaya görə nə qədər dəmir reaksiyaya girib? 2 vurulsun 56 qram. Bu zamanda bir Q qədər, yəni istilik miqdarı əmələ gələr. Buradan biz Q-ni hesablasaq, Q bərabərdir 800 kilojol eləyəcək. Yəni, reaksiyamızın istilik effekti 800 kilojola bərabərdir. Sualın düzgün cavabı A variantı. Davam edirik növbəti sualına. Yəni, lap sadə olsa belə bəzi sualların izahını verəcəm. Məsələn, ikinci suala baxaq. Tutaq ki, verib hidrogen yazırıq H2. Üzərinə gəlsin tam yanlıqda, yəni O2 alınır H2O. Hidrogen 2, oksigen 2-li bura 1-2, hidrogeni 1-2 yazdıq. İndi verib ki, 11,2 litr hidrogen tam yandıqda 143 kilojol istilik miqdarı, yəni istilik ayrılır. Bu müsbət 2 olacaq. Suyun əmələ gəlmə istiliyini soruşur. Gəlin görək hidrogenin nə qədərdir? 2 mol. Yəni 2 vurulsun 22,4-də də yazaram 1 Q. Buradan Q nəyə bərabərdir? Q bərabərdir. Bunu nə edib? Elə bil 4-ə vurub. 143-ü vuracaq 4-ə. 12 bir yadda, 16, 17 bir yadda 572. Yəni bizim reaksiyanın istilik effekti olur 572 kilojol. 572 kilojol. İndi bizdən soruşur suyun əmələ gəlmə istiliyi. Əmələ gəlmə istiliyi isə əmsalına böləcəyik. 572-ni böləcəyik 2-yə. O deyəcək 286. 286 sualın düzgün cavabı B variantı. Davam edirik yoldaşlar. Məsələn, üçüncü sualı özünüz yaza bilərsiniz. Məsələn, 5,6 litr oksigenə X-dırsa, 22,4-də 300 kilojol ayrılır. Bunu özünüz yazacaqsınız. 4 ondandır. Məsələn, 5-ci suala baxaq. Bu qədər lityum metal oksigende yandıqda yazırıq. Lityum üzərinə gəlsin oksigen. Metallardan lityum verir oksidini. Daha doğrusu qərar metallardan belə deyil. Oksigen 2-dir, bura 1-2 yazırıq, bura olur 4. 5,6 qram lityum, özü verib. 5,6 qram lityum yandıqda 100 kilojol ayrılırsa, sistem telefon səssiz alın. 100 kilojol ayrılırsa, lityumun yanma reaksiyasının istilik effekti, yəni reaksiyanın istilik effekti bizdən soruşur. Nə qədər lityum reaksiyaya daxil olub? 4 vurulsun 7. Buna da olacaq X. Deməli, buradan X bərabərdir. Deməli, neyini bunu? 10-a vurub, 56 2-yə bölüb 28. 100-ü 10-a vuracaq 1000, 2-yə böləcək 500. Yəni, reaksiyanın istilik effekti eləyəcək 500 kilojol. Sualın düzgün cavabı B variantı. Davam edirik yoldaşlar. Məsələn, 6-cı sualdan davam edək. CH6 yəqin ki, alken nəzərdə tutur və yaxud da sipalkan, propilen özü verib. Deməli, CH6-nın yanma tənliyini yazırıq. Üzərinə gəlsin oksigen. Bilirik ki, üzüm maddələr yandıqda karbon qazı və su əmələ gətirir. Amillərdə əlavə olaraq azot qazı ayrılır. Tənlik yazdıqdan sonra mütləq əmsallaşdırma aparmalıyıq. Karbon 3-dür, bura 1, 3 yazırıq. Hidrogen 6-dır, bura 1, 3 yazırıq. 1 moluna görə hesablaya bilərik, problem yoxdur. Yox, amma tamla hesablayaq gəlin. Deməli, 9, 9-un üzərinə 3, 12, yox. 3 dəfə 2, 6, 9, 4 onda 5 eləyəcək. Hər tərəfi 2 dəfə artıraq. Bura bir 9 yazaq, bura bir 2 yazaq. Bura 6 olacaq, bura da olacaq 6. İndi verib ki, 5,6 litr yandıqda 360 kilojol ayrılırsa, bu özü verib. Bizim nə qədərdir? 2 vurulsun 22,4 litr. Buna da yazarıq bir Q. Buradan Q bərabərdir. Deməli, nə eləyib? Hesablayaq bir dənə, bunu səhv olmasın. 2 vurulsun 22,4 vurulsun 360 bölünsün
25,6. 2880 kilojol propilenin yanma istiliyi. Aha, deməli 2880 kilojol. Bu reaksiya olur istilik effekti. Plus deməli 2880 kilojola. Amma bizdən şərtdə nəyə soruşur? Propilenin yanma istiliyi, yəni yanan maddənin əmsalına böləcəyik. O deyəcək 1440 kilojol. Sualın düzgün cavabı B variantı. Sonra 6, 7, ondandır, 8 hidrogen və oksigin su ilə əmələ gəlməsi belə 90 qram suya. Yəni 2 vurulsun 18-ə 572-dirsə 90 x yazıb hesablayacaqsınız. Bu 9 bayaq propilenlə eynidir. Reaksiyanın istiliyi effekti. Gəlin baxaq. Məsələn 10-cu suala baxaq. Asetilen C2H2-dir. C2H2 üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlsin su. Karbon 2-dir, bura bir 2 yazıq, hidrogenə dəymirik. Oksigen 5, bura bir 5 yazaq, hər tərəfi 2 dəfə artıraq. Aha, indi verib ki 13 qram asetilen yandıqda 650 kilojol istilik ayrılır. Gəlin asetilenin kütləsini hesablayaq, özü verib 26, amma 2 moldur. 2 vurulsun 26-ya da bir x. Buradan x bərabər neyini 4'ə vurub da 650-ni 4'ə vuraraq 4 dəfə 5 22 ya da 2600. Bizdən nəyi soruşur? Reaksiyanın istilik effekti ilə 2600 kilojol. Sualın düzgün cavabı D variantı. Davam edir yoldaşlar 11 nömrəli test tapşırığı ilə. Deməli X4O6 biləşməsinin əmələ gəlmə istiliyi bu qədərdir. 11 qram X4O6 əmələ gəldikdə bu qədər istilik miqdarı ayrılır. Baxaq. Deməli uşaqlar X4O6-nın əmələ gəlməsini yazaq. Tutaq ki, hər hansı bir X üzərinə gəlsin oksigen, əmələ gəlir X4O6. Oksigen 6-dır, bura bir 3 yazırıq. X4-dür, burada bir 4 yazırıq. Üzərinə gəlsin Q, istilik miqdarı. İndi bizə verib ki, əmələ gəlmə istiliyi. X4O6-nın əmələ gəlmə istiliyi necə hesablayarıq? Q-nü bölərik onun əmsalına. Yəni 1-ə bərabərdir, özü verib ki sənə 392. Elə deməli biz buradan tapırıq bu reaksiyanın istilik effekti 392 kilojola bərabər imiş. Onda bunu buradan silirəm. Deməli yazıram, üzərinə gəlsin 392 kilojol. İndi verib ki 11 qram X4O6 əmələ gəldikdə bu qədər istilik ayrılır. Yazıram 11 qramla 19,6 kilojol ayrılırsa bunun öz kütləsinə bir T qram deyirəm. Bunun bir T qramına da ayrılır. Bu reaksiya görə nə qədərdir? 392 kilojol. Neyniyib bunu? 10'a vurub 2'yə vurub. 10'a vursaq 110, 2'yə vursaq 220. T bərabərdir 220. T nəyin kütləsidir? Bunun ümumilikdə kütləsi. Yəni 4x üzərinə gəlsin 6 vurulsun 16 bərabərdir 220. Buradan 4x bərabərdir 220-dən 96 çıxsaq 124. Buradan x də bərabərdir 31'ə. Yəni bu x-in nisbi atom kütləsi ayrı 31'ə bərabər. Yəni indi mən fosfor yazdım. Bu 31'ə bərabər imiş. Yazaq x 31. Verib ki bunun 16 neytronu var. Onda bunun 15 dənə də protonu olacaq. Elə bizdən protonların sayını soruşur. Düzgün cavab B variantı. Davam edir yoldaşlar. Əslində rahat bölmədi. Lakin biraz riyaziyyat hissəsi çoxdur deyə adama yorucu gəlir. Bu qədər azot monoksid parçalandıqda gəlin yenə birini yazaq. 12-ci sual. Yazırıq azot monoksid NO. NO-nun parçalanması bir istisnadır. N2 plus O2. Baxmayaraq parçalanma reaksiyasıdır bu. Deməli eksotermik reaksiyadır. Verib ki 4,48 litr parçalandıqda 18 kilojol istilik ayrılır. Reaksiya görə nə qədər NO var? 2 vurulsun 22,4. Buna da yazarıq 1x. Buradan x nəyə bərabərdir? Neyniyib? Deməli 100'ə vurub. Biz 100'ə vursaq 448 yox 10'a vurub üzr istəyirəm. 10'a vursaq eləyəcək 180 kilojol. Bu reaksiyanın deməli istilik effekti müsbət 180 kilojol imiş. Amma bizdən nəyi soruşur?
deyir ki, azot monoksidin əmələ gəlmə istiliyini hesablayın. Aydındır ki, onda bu reaksiyanın əksi olacaq. Onda N2 plus O2 alınır, 2 molekula NO çıxılsın. Deməli, bu olacaq 180 kilojoula. Azot monoksidin əmələ gəlmə istiliyini soruşursa, əmsalına bölürük, eləyəcək -90 kilojoul. Sualın düzgün cavabı B variantı. 13-cü suala baxaq. Sadə olsa da izah edin. Bax, verir ki, kükürdün tam yanması. Yazıram, kükürd plus O2 alınır, SO2. Deyir ki, bax verir, 4 qramın yandıqda 36 kilojoul istilik ayrılır. Hansı termokimyəvi təmizlik kükürdün yanma reaksiyası istilik effekti üçün doğrudur? Bu reaksiyaya görə bura bir Q yazsaq, kükürd nə qədərdir? 32 qram. 32 qrama da bir Q qədər istilik miqdarı ayrılır. 8-ə vurup 36-nı da 8-ə vurarıq. 6 8 48, 4 yadda. Deməli 6 və 8 48, 4 yadda, 24, 24-ün üzərində 288 kilojoul. Deməli bu 288 kilojoula bərabər imiş. O da C variantında özünü doğruldub. Davam edir yoldaşlar. 14 sizdik, 15 sizdik, 16. Yəni 5,2 qram asetinin təmin yanmasını 5,2 x-dırsa 2 vurulsun 26-ya da yazacaqsınız. 2600 oradan hesablayacaqsınız. 17-ci suala baxaq. Deməli, əmələ gəlmə istiliyinə görə istilik miqdarının istilik effektinin hesablanması. Bax, verib ki, P xlor 3 üzərinə gəlsin xlor 2 alınır, P xlor 5. Heç bir əmsal da yoxdur. Plus Q. Reaksiyanın istilik effekti nəyə bərabər? Q bərabərdir məhsulların əmələ gəlmə istilikləri cəmindən. Çünki əmələ gəlmə ilə verir. Başlanğıcı əmələ gəlmə istilik cəminə çıxırıq. Yazırıq Q əmələ gəlmə P xlor 5 çıxılsın Q əmələ gəlmə P xlor 3 bəsit maddələr üçün əmələ gəlmə istəyi 0-a bərabər. Yəni heç yazmasaq da olar. Onda buradan Q bərabər P xlor 5-in əmələ gəlmə istəyi nə qədərdir? 367 çıxılsın P xlor 3-ünki 280. Bu da eləyəcək 7, 87. Müsbət 87. Yəni istilik effekti 87 kilojoula bərabər olur. 17-ci sualda. 18-ci sual sizindir. 19-cu sual. Asan sualdır, amma variantlar düşməyib olsun. Baxaq. Karbon disulfidin əmələ gəlməsi budur. Deyir, karbon 4 sulfidin parçalanması yazırıq. Karbon disulfidin parçalanması da deyirik ki, istisnadır. Alınır karbon plus 2 kükürd üzərinə gəlinsin. Və fikir verək, indi istilik miqdarı olacaq müsbət 90 kilojoul. İndi verib ki, kükürd 4 sulfidin parçalanmasına 16 qram kükürd əmələ gəlmişsə neçə kilojoul? Baxırıq ki, reaksiyaya görə nə qədər kükürd parçalanır? 2 vurulsun 32. Bu zaman 90 kilojoul əmələ gəlirsə, yazaram ki, 16 qram parçalanıbda bir x kilojoul. Buradan x bərabər neyiniyib? 4-ə bölüb. 90-ı bölərəm 4-ə. Deməli 2 dəfə 8, onun içərisində 2 dəfə 8, deməli 20-nin içərisində 22,5. Deməli, sualın düzgün cavabı eləyəcək 22,5 kilojoul. Yəqin ki, bu variantlardan birində var. Baxaq bu suala. 20-ci sual. Deməli, Q2-ni hesablayın yoldaşlar. Baxırıq, bunun əmələ gəlməsi olacaq 0. Q bərabər elə bir S2H6-dan çıxacaq S2H4-ün əmələ gəlmə istilikləri cəmi. Yəni Q bərabər S2H6 nəyə bərabərdir? Q2-yə. S2H4 də bərabərdir Q1-ə. Bizdən Q2-ni soruşur. Buradan Q2 bərabərdir Q üzərinə gəlsin Q1. Sualın düzgün cavabı E variantı. Davam edirik yoldaşlar. 21-ci suala baxaq. Biz dərs zamanında deyirik ki, yəni yekun tənliyə gəlmək üçün bu tənlikləri tərəf-tərəfə toplaya bilərik, çıxa bilərik, eyni bir ədədə vura bölə bilərik. İndi gəlin baxaq, necə eləyə bilərik yoldaşlar? Bir dənə fikir verib, burada 2 dənə A, fikir verək, ayrı-ayrı 2 dənə A var, burada bir 2 dənə ümumilikdə verib. Hər tərəfi biz toplasaq, A üzərinə gəlsin B, üzərinə gəlsin C plus A bərabərdir. Yəni belə yazaq, sağdakıların cəmi C plus D üzərinə gəlsin 200 kilojoul, üzərinə gəlsin 120 kilojoul. Fikir verək,
2 dənə A, 2A üzərinə gəlinsin. Deməli, və hər tərəfdə C-lər var. C-lər gedir. Üzərinə gəlinsin B alınır. D üzərinə gəlinsin 320 kJ. Yekun tənliyi aldıqmı yoldaşlar? Bəli. Reaksiyanın istilik effekti 320-yə bərabərdir. 22-ci suala baxaq. Normal şəraitdə bu qədər hidrogenlə bu qədər xlorun 44,8 2 mol deməkdir. 44,8 2 mol deməkdir. Və yazırıq H2 üzərinə gəlsin xlor 2 alınır. Ümumiyyətlə 2 molekula H xlor. 1 mol, 1 mol, 1 mol. Verib ki 2 mol bundan, 2 mol bundan, aydındır ki 4 mol da bundan ayrılacaq və bu zaman 370 kJ. Deməli, istilik miqdarı ayrılır. Bizdən nəyi soruşur? Aha. Gəl biz reaksiyanın istilik effektini tapaq. Deməli, 4-ə 370-dirsə, lap belə yaza bilərik. 2-yə də olacaq bir x. Buradan x hesablasaq eləyəcək 185 kJ. Bizdən soruşur hidrogen xloridin əmələ gəlmək istəyirik. 2-nü bölərik 2-yə. Yəni 185-i 2-yə böləcəyik. 92,5 eləyəcək o da. Sualın düzgün cavabı A variantı. Bu sualdan əvvəldə var idi, yazarsınız. Bu sualdan əvvəldə var idi, yazarsınız. 25-ci suala baxaq. Reaksiyanın sxemi üçün nə doğrudur? Uşaqlar, bu Hess qanunu əsaslanır. Yəni, birbaşa gedən reaksiyanın istilik effekti, ayrı-ayrı gedən reaksiyanın istilik effektləri cəminə bərabərdir. Fikir verək, birbaşa A-dan B alınır. Amma burada mərhələ şəklində. Əvvəl A-dan C, C-dən D, D-dən də B alınır. Və yaxud da burada A-dan K, K-dan B alınır. Onda ümumilikdə biz deyə bilərik Q bərabərdir birinci halda. Bax, bu istiqamətə baxaq. Q1 üzərinə gəlsin Q2, üzərinə gəlsin Q3. Həmçinin Q bərabərdir Q4 üzərinə gəlsin Q5. Q'lər bir-birinə bərabər olduğuna görə Q1 plus Q2 plus Q3 bərabərdir Q4 plus Q5 şəklində yaza bilərik. Sualın düzgün cavabı B variantı. 26-cı sual sizindir, 27-ci sual sizindir. 28 benzolayt əvvəldə var. İndi məsələn, gəl məsələn 29-a baxaq. 29-a baxaq. Reaksiyadan bu qədər istilik ayrılmışdır. Baxın uşaqlar. Deyir ki, yanmayı neçə litr? Bax, reaksiyanın özünə görə nə qədər oksigendən nə qədər istilik miqdarı ayrılır. Yazırıq 3 fluosun 22,4 litr oksigen reaksiya daxil olduqda 1124 kJ istilik ayrılırsa, bizə verib bu qədər. Yəni 2248 kJ-la yazaram x litr oksigen. X bərabərdir, aydındır ki 2-yə böləcəyik. 11,2-ni də 3-ə vurduqda 33,6 litr. Vay, belə bir cavabımız yoxdur. Bir dənə diqqətlə baxaq, nəyə səhv yazdıq. Deməli, 2-yə vurmalıyıq, üzr istəyirəm yoldaşlar. Bundan buna alırıq, 2-yə vuracaq. Bunu 67,2-ni vuracaq 2-yə. 14 bir yadda. 2 dəfə 2, 4. 14 bir yadda. 12, 13, 134,4. A variantı. 30-cu sual ondandır. 31-ə baxaq. Kalsium yandıqda yazırıq. Kalsium üzərinə gəlsin oksigen, alınır kalsium oksid. Hökmən əmsallaşmanı da aparırıq. Verib ki 10 qram kalsium yandıqda bu qədər istilik miqdarı ayrılır. Reaksiyanın istilik effektini soruşur. Bu reaksiyaya görə uşaqlar nə qədər kalsium reaksiya daxil olub? 2 vurulsun 40. Buna da yazarım bir Q. Buradan Q bərabərdir. Deməli, neyiniyib? 10-dan gəlib 80-ə. Deməli, birinci tərəfdə 160-ı da biz vuracağıq 80-ə. 48, 4 yadda 1280. Reaksiyanın istilik effekti olacaq 1280 kJ. Bizdən nəyi soruşur? Elə reaksiyanın istilik effektini soruşur. Magnezium yazacaqsınız. 33-cü suala baxaq. Bu qədər kömürün CO ilə alınması nəticələrindən yazırıq. Kömür, bir dənə baxım. Kömürün CO alınması nəticələrindən yanmasının bu qədər istiliyi ayrılmışsa, reaksiyanın istilik effekti və karbon monoksidin əmələ gəlmə istiliyini hesablayın. Yazırıq. Karbon üzərinə gəlsin oksigen. Alınır CO. Özü verib ki, CO alınsın. Oksigen 2.
Bura 1-2 yazırıq, bura 1-2 yazırıq. Birinci halda verir ki, 4,8 qram karbondan yanmasına bu qədər, yəni 44 kilojol istilik ayrılır. Aydındır ki, bu olacaq Q. Nə qədər karbon reaksiya daxil olur? 2 vurulsun, karbon kütləsi 12. Buna da yazaram bir, deməli, Q kilojol. Buradan elə Q-ni hesablasaq, deməli, 4,8-dən gəlib 24-də. Neyini? 10-a vurub 2-yə bölüb. 10-a vursaq 440, 2-yə bölsək müsbət 220 kilojol. İndi, deməli, Q bərabərdir 220 kilojola. Reaksiyanın istilik effekti olacaq 220 və əmələ gəlmə istiyi, karbon monoksidin əmələ gəlmə istiyi aydındır ki, əmsalına böləcəyik. Onda əmələ gəlmə istiyi də olacaq 110. Sualın düzgün cavabı C variantı. Asetilin yanması və əvvəldə var yazarsınız. Baxaq, deməli 35-ci suala baxaq onda. Verib ki, deməli 0,2 mol civə oksid parçalanında bu qədər istilik udulur. Yazıram, civə 2 oksid parçalansın, alınsın, civə plus oksigen. Oksigenə görə bura 1-2, burada 1-2. Verib ki, 0,2 molunun parçalanmasından 18 kilojol istilik udulur. Yəni minus 2-dür da bu. Gəl, biz bunun elə 2 moluna görə nə qədər lazımdır bizə? 2 moluna yazaram x. Buradan x bərabər neyini? 10-a vurub 180. Yəni reaksiyanın istilik effekti mənfi 180 kilojola bərabər imiş. Civə 2 oksidin bizdən soruşur əmələ gəlmə istiliyi. Gəl, reaksiyanın tərsinə yazaq. 2 mol civə üzərinə gəlsin oksigen. Alınacaq 2 mol civə 2 oksid. Civə oksid aydındır ki, deməli, bura müsbət olacaq, müsbət 180 kilojol. Əmələ gəlməsini soruşursa bölürük əmsalına, müsbət 90. Sualın düzgün cavabı A variantı. 27-ci suala baxırıq. 36 sizindir. 37 sizindir. 38 sizindir. 39 baxaq bir dənəsinə. Verib ki, heç bir əmsal yoxdur. C2H2-nin əmələ gəlməsi nə qədərdir? X-dir. Suya Y, buna da etil spiritinə də Z. Reaksiyanın istilik effekti Q bərabərdir. Məhsuldan çıxırıb başlanğıcın cəmi, yəni Z minus başlanğıc X plus Y. Burada Q bərabərdir Z minus X minus Y. Sualın düzgün cavabı C variantı. 40 yazacaqsınız. 41-ə baxaq. Gəlin baxaq. Uzun ola bilər, amma sadə sualdır. Verib C2H2 kütləsi bu qədər, yanma reaksiyasının istilik effekti bu qədər, tam yanma zamanı ayrılan istilik. Yazırıq C2H2. Üzərinə gəlsin oksigen, alınır karbon qazı, üzərinə gəlsin su. Deməli, C2H2 görə bura 1-2 yazırıq, hidrogen 2-də dəymirik, oksigen olur 5, ona görə bura 5 yazanda hər tərəf 2-də artırıq. 4-2. Verib ki, bu qədər kütlədən bu qədər istilik effekti alınır. Yəni 6,5 qramdan əmələ gəlir 2600 kilojol. Onda C2H2 nə qədərdir? 2 vurulsun 26-ya, fikir verək, olunsun bir Q. Buradan Q-ni hesablasaq, tam yanmasını soruşur da. Buradan Q-ni hesablasaq, 2 vurulsun 26 vurulsun 2600 bölünsün 6,5. Nəyi səhv yazdıq? Bir dənə baxaq. C2H2 kütləsi 6,5 qram. Yanma reaksiyasının istilik effekti tam yanması zamanına ayrılan istilik 6,5 qramla 2600 kilojoldursa 2 vurulsun 26-ya. Kütləsi 6,5-dir. Bir də bu suala bir də baxmış yoldaşlar. Deməli, əlimdə var asetilin C2H2 yazıram. C2H2 üzərinə gəlsin oksigen. Alınır karbon qazı, üzərinə gəlsin su. Bura bir 5 yazanda hər tərəf 2 dəfə artırıq. Bura bir 2, yoldaşlar. Amma yeni şey gəlir.
karbona bir 4, hidrogen oldu. Burada bir 2. Yanma reaksiyasını, üzr istəyirəm. Yanma reaksiyasının istilik effekti. Yəni reaksiyanın istilik effekti özü verib 2600 kilojoule. Yanma reaksiyasının istilik effekti. Və bu zaman kütləsi 6,5 olanda tam yanma zamanı ayrılan istilik miqdarını soruşur. Üzr istəyirəm, mən səhv oxumuşam. Bir dən baxaq. Nə qədərdir özü? 2 vurulsun 26. Bu zaman nə qədər istilik miqdarı ayrılır? 2600 kilojoule istilik miqdarı ayrılır. Amma özü nə qədərdir? 6,5. 6,5-ə nə qədər ayrılır? X. Buradan X hesablayaq. Deməli, X bərabərdir. Deməli, 6,5 vurulsun 2600 bölünsün 52. 325 kilojoule. Deməli, 325 kilojoule olur bu. Bir burada var, bir də burada var. İndi keçirik C3H8-ə. Yazırıq C3H8 üzərinə gəlsin oksigen alınır. Karbon qazı üzərinə gəlsin su. Karbon 3'dür. Bura bir 3 yazırıq. Hidrogen 8'dir. Bura bir 4 yazırıq. 3 dəfə 2, 6, 10. Burada bir 5 yazırıq. İndi davam edirik. Yenə reaksiyasının, yanma reaksiyasının istilik effekti özü verir 4880 kilojoule. Bu nə qədərdir kütləsi C3H8 propan kütləsi 44. Yazıram 44 qramına 4880 kilojoule istilik miqdarı ayrılırsa, bunun kütləsini verib 11. Yəni 4'ə bölüb. Buna da yazaraq özü verib Y. Buradan Y bərabər 4'ə bölsək 1220 kilojoule. Sualın düzgün cavabı yəqin ki, variantı olacaq. Davam edirik 42-ci sualla. Verib ki, X hər hansı bir bərk maddədir, parçalanır. Y bərk üzərinə gəlsin Z qaz, çıxılsın 157 kilojoule. Verib ki, 10 qramının deməli 10 qramı X maddəsi parçalandıqda 15,7 kilojoule-dursa, udulmuşdursa, öz kütləsindən bir X deyil. X qramına da nə qədərdir? 157. 157. X bərabər deyiləcək 100. Yəni biz bu maddələrdən elə birini seçməliyik ki, onun kütləsi 100-ə bərabər olsun. Yəni hər birinin ayrılar verilib hesablayacaqsınız. Mən birbaşa deyirəm, cavab A variantıdır. Yəni kalsium karbonatı məsələlərdə o qədər çox işləmişik ki, bilirik bunun kütləsi 100-ə bərabərdir. Məsələn, kalsium 40-dır, karbon 12-dir, oksigen deyiləcək 48. Ümumilikdə eləyəcək 100 qram. Sualın düzgün cavabı eləyir A variantı. Davam edirik yoldaşlar 43-cü sualla. Deməli, Hess qanununa görə biz bir var əsas tənliyimiz, bir də var mərhələli tənliyimiz. Aydındır ki, bu reaksiya fikir versək, bizim əsas tənliyimiz, bir də baxın, mis SO4 üzərinə gəlsin, su alınır, məhlul. Mis 2 sulfat üzərinə vurulsun 5 molekul suyu üzərinə gəlsin, su yenə alınır, məhlul. Bir də əvvəl fikir verin. Bu mis kuporosunu əvvəlcə alır. Yəni, elə bil bizim birinci tənliyimiz bu olacaq. Bax, mis SO4 üzərinə gəlsin 5 molekula su, burada alınır. Mis SO4 vurulsun 5 mol su. Deməli, bunun istilik effektini verib bizə bir X. İndi ikinci halda, deməli, bu ikinci halda həmin bununla, mis kuporosuna, mis SO4 vurulsun 5 molekula suyun üzərinə fikir verin, gəlib su alıb bunun məhlulu. Bir də uşaqlar fikir verin, bir də birbaşa yekun tənlik. Bu maddənin özündə məhlul almaq olar, hansı ki o da budur. Yəni, daha doğrusu bax maddənin özü, mis SO4-dən. Yəni, bir də ola bilər üçüncü halda mis SO4 üzərinə gəlsin, su alınır, məhlul. Bu bizim olacaq yekun tənliyimiz. Bunun istilik effekti müsbət 66-dır. Deməli, bunun istilik effekti mənfi 11,5 idi. Tərifimiz necə idi? Yekun tənlik 66 bərabərdir özündən əvvəlkilərin cəmi. X minus 11,5. Buradan X bərabərdir 11,5. Bura müsbət olaraq keçir. Müsbət 77,5. D variantı. Davam edirik yoldaşlar. Karbon qazına əmələ gəlmək istəyir 400 kilojoule-dur. Bu qədər oldu. Baxaq. Bax, karbon qazının əmələ gəlməsi yazırıq. Karbon üzərinə gəlsin oksigen, əmələ gəlir CO2.
Heç bir əmsal yoxdur. Yəni künü bölüb 1-ə alıb 400-ü. Elə deməli bizim reaksiya isti effekti 1-ə böldüyünə görə reaksiya isti effekti elə 400 kilojoula bərabər imiş. Yazırıq 400 kilojoul. Karbon oksigende tam yanması zaman bu qədər istiyə ayrılmışdırsa, reaksiyaya neçə litr oksigen? Baxırıq ki, oksigen nə qədərdir? 11,2 yazıram. 11,2 litr oksigenə nə qədər isti miqdarı ayrılır? 400 kilojoul. Amma x litr oksigenə nə qədər ayrılır? Deməli 1200 kilojoul. 1200 kilojoul. Aydındır ki, bu bundan 3 dəfə çoxdur. O da eləcək 33,6 litr. Deməli, o da bərabərdir. Yox. Deməli 1200 bundan bir dənə baxaq, 1200 kilojoul karbon oksigenin tam yanması zamanı CO2-nin əmələ gəlmə istiyi heç bir əmsal yoxdur. Bəli, 1200 kilojoul. 11,2 litrinə 400 kilojoul isti miqdarı ayrılırsa, 1200-ə də yazırıq x litr oksigen. Bəli. Bu bundan 3 dəfə çoxdur. Burada x bərabərdir deməli. Üzr istəyirəm şu yoldaşlar. Mən bura niyə 11,2 bəli. Mən özüm çaşırdım. 11,2 litrə özü verib. 11,2 litr nədir yoldaşlar? Üzr sayın. Mən nə yazmışam bura? 1 mol neçə litrdir bunun? 22,4 litr. Deyirəm nəyəsə səhv yazıram. 1 mol 22,4-də 400 kilojouldusa, x-a da 1200 eləyəcək. Bunu 3-ə vursaq 67,2. Yəqin ki, cavab B variantı olacaq. Bu şəkildə davam edirik. 45-ci sual. Reaksiyanın isti effekti budursa, metanın yanan metan yazırıq. Metan üzərinə gəlsin oksigen, əməl gəlir karbon qazı, üzərinə gəlsin su. Bura 1-2 yazırıq, bura 1-2 yazırıq. Reaksiyanın isti effekti 892 kilojouldur. 892 kilojoul. 5,6 litr metan yanan zaman neçə? Metan nə qədərdir? 1 mol, yəni 22,4 litr. 22,4-də 892 isə 5,6 litr nə qədər olacaq? X. Bu bunun 4 dəfə azdır. 892 bölərik 4-ə. 2 dəfə 8, 2 dəfə 8, 12-nin içərisində 223. Sualın düzgün cavabı A variantı. 46 ondan da 47-dən yazacaqsınız. 48-dən əvvəldə var, 49-dan əvvəldə var. 50-ci suala baxaq. Azot monoksid parçalandıqda bu qədər istilik miqdarı ayrılır. Bax yazıram. NO parçalanır. N2 plus O2-yə asan sual gərək yazmalıyıq. Elə verib deməli 180 kilojoul. Elə verib 2 mol. 2 moluna elə 180 kilojoul olsa, reaksiyanın deməli isti effekti 180 kilojoula bərabər imiş. İndi azot monoksidin əmələ gəlmə hissini soruşur. Aydındır ki, belə də yaza bilərsiniz yoldaşlar. Lap yenidən azot monoksidi köçürməyin. Bu hissə müsbət 180-dirsə, deməli bu hissə olacaq mənfi 180 kilojoul. İsti miqdarını bölürsən əmələ gələn maddənin əmsalına mənfi 90 eləyəcək. Elə bil ki, reaksiya budur da. N2 plus O2 mən bir də yazmaq istəmədim, amma yenidən yazıram. Üzərinə gəlsin bu eləcək 180 kilojoul. Baxırıq NO əmələ gəldi. NO-nun əmələ gəlmə hissini tapmaq üçün isti miqdarını bölürük onun əmsalına. O da eləyəcək müsbət 90. Üzr istəyirəm, mənfi 90. Bu istisnadır. Mənfi 90 kilojoul. 50-ci sualda cavab A variantı. 51 ondan da 52-yə birdən baxıq görək 52-də nə verib. Deməli, karbon və kükürddən ibarət 6 mol qarışığın tam yanması. Və yazıram karbon, üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı. Bir də yazıram kükürd, üzərinə gəlsin oksigen, əmələ gəlir SO2. Və özü verir. Buna bir x mol desəm, buna da bir y mol desəm, verir ki, ümumilikdə 6 mol. Yəni, x plus y bərabərdir 6. İndi uşaqlar, bunun reaksiyanın isti effektinə bir Q1 deyərəm, bu reaksiyanın isti effektinə də bir Q2 deyərəm. Və bizə indi bir şey də verib yoldaşlar. Əmələ gəlmə istiliklərini verib. Aydındır ki, bunun x molundan x mol karbon qazı, bunun y molundan y mol kükürt qazı əmələ gələcək.
Onda CO2 əməl gəlməsi nəyə bərabərdir? Q1 bölünsün x bərabərdir. Əməl gəlməsi nə qədər verir? 400-ə deməli, burada Q2 bölünsün y bərabər deməli neçəyə? Deməli, bir dənə baxım, tam yanmasının zamanı. Aha, bunu da verib deməli 300-ə. Yazırıq 300. Bunu da buradan tapmış oluruq. Sonra tam yanmasından bu qədər. Yəni Q1 Q2-nin cəmi Q1 üzərinə gəlsin Q2 bərabər neçə yoldaşlar? 2000 kilojoule. Heç nə, bunları hesablayacağıq. Necə hesablayaq? Buradan Q1 ilə Q2-ni hesablasaq, Q1 bərabərdir 400x, Q2 bərabərdir 300y. Gətirib burada yerinə yaza bilərik. 400x üzərinə gəlsin 300y bərabərdir 2000-ə. Hər tərəf 100-ə bölsək 4x plus 3y bərabərdir deməli 20-yə. Buradan bizə karbon molsa, yəni x lazım olduğuna görə hər tərəfi, məsələn, birincinin hər tərəfini mənfi 3-ə vura bilərik. Mənfi 3x çıxılsın 3y bərabərdir mənfi 18-ə. Bunlar gedər. Deməli, x bərabər 2. Y də bərabər x plus y 6-dır. Y də bərabər 4. Neçə mol karbon? Baxırıq, karbon mol sayı x-dir. 2 mol karbon var imiş. Sualın düzgün cavabı 52 olacaq. D variantı. Üçüncü sual. Metan verib, metan parçalama tənliyi yoldaşlar. Yenə, asidliyin əmələ gəlmək istəyini soruşur. Yəni, biz elə bir şey eləməliyik ki, asidliyin əmələ gəlmək istəyib, yəni asidliyin əmələ gəlmə tənliyini ala bilək. Yəni, biz bunu almalıyıq elə bir ki. Necə edək? Baxın, hər tərəfi necə eləyə bilərik? Birinci reaksiya tənliklərinin özünü yazaq. Daha doğrusu, asidliyin əmələ gəlməsi karbon 2-dir, bura 1-2 yazacaq. Necə edək? Metan CH4-dür. CH4-ü parçalanır. C2H2 üzərinə gəlsin 3H2 çıxılsın 377. Burada isə karbon üzərinə gəlsin 2H2 alınır. CH4 üzərinə gəlsin 75. Deməli, burada 2 mol CH4 var. Yoldaşlar, bu reaksiyada fikir verək, biz eləməliyik ki, metan olmamalıdır. Metan olmamaq üçün metanlar ixtisar getməlidir. Onda biz ikinci tənliyin hər tərəfini 2-yə vursaq, 2 mol karbon eləyər, 4 mol hidrogen eləyər, 2 mol metan eləyər, 75-i də 2-yə vursaq, 11 ya da 150 də bu reaksiyanın isti effekti eləyər. İndi bir dənə fikir verin, hər tərəfi toplasaq, eləyəcək 2 metan, indi qoy bunu istəyirsə aşağıdan yazın, yəni fərqi görə bilməyəcək. Bir dənə baxın, hər tərəfi toplayaq. 2 metan CH4 üzərinə gəlsin 2 karbon, üzərinə gəlsin 4 hidrogen. Deməli, alınır, burayı neçimiz qutardı? Alındı C2H2 üzərinə gəlsin 3H2 üzərinə gəlsin 2 mol metan. Eləmi? Bu ikisini də toplasaq, mənfi 227. Çıxılsın 227 kilojoule. İndi, fikir verə bilən yoldaşlar, 2 mol metan var, 2 mol metan var. Bunlar getdi. 2 karbon yazıram. 2 karbon üzərinə gəlsin. 4 hidrogen var, 3 hidrogen. 3 hidrogen bu bir tərəfə keçirəm, qalır hidrogen. Alınır C2H2, çıxılsın 227 kilojoule. Həqiqətən yoldaşlar, bu reaksiya tənliyini aldıq. Bəli, aldıq. İndi asidliyin əmələ gəlmək istəyini soruşur. Asidliyin əmələ gəlmək istəyini soruşursa, istilik miqdarını bölərik yanan maddənin əmsalına. 1 olduğuna görə mənfi 227-ni bölərik 1-ə, eləyəcək mənfi 227. Sualın düzgün cavabı B variantı.
E, Yoldaşlar, bu günlük bu qədər kifayətli 53-cü suala qədər. Növbəti dərsdə yerdə qalanların izahını verəcəm inşallah.